Bu Nostradamus'un kinosuna baxmısan, dokumental kino var. Evet. Orada da elə bir podobi bir şeydi. Yəni o Stalin'de bu o stildədir də. Yeksinli o vaxtda bubon olub, çumu olub, epidem taun olub. Onu spesialni pul qazanmaqdan üçün də eləyirlər. Hansısa bir şey çıxardıb bırakırlar. Şuva kimi hansısa regiona. Görək nə göstərəcək. Ona deyirlər başqa cürə. Siyasi nə bilim nə. Bəs o xəstələrin ümumiyyətcə münasibət, yəni onlar yəni vardı cəmi, hansı bir çıxış yolu, yoxsa elə o Çıxış yolu deyəndə ki, dövlət axtarıb, tapıb, müəyyən mərhələdə olanlar üçün ən gec mərhələ var ki, o keçib o mühiti, keçib onu ispat eləmək olmaz. Onları qapalı şəraitdə saxlamaq lazımdır ya da lap daha görürsən ki, bu hökumətə ziyandır, bu saxlamaq, onu saxlayan, baxan adamlar məsələn ki, özləri zararət olur. Həkim də gedib orada axşamazdan sən nə sərf eləyər, gedib 30 nəfər spidə baxasan. Helənc adamları уничтожить тоже можно. Sadece o virüstür. Artıq mən bu virüslə 10 ildir yaşayıram. Məsələn, bu virüs qəşəng tanıyır. Bilirəm ki, bu virüs nə demək. Bu nə yarada bilər, mənə məsələn, nə cürə bunun ziyanı var. Bu sadəcə olaraq yaşamaq lazımdır bu virüslə. Və həmçində digər xəstəliklər necə insan yaşamır. Öyle yaşamaq lazımdır. Ona tutulan adam heç Allah'a da biliyor. Yani bir tane ya özünü ya asmalısan ya öldürmelisən. Yaşayıp ne var zulmü çəkməkdən yaşama. Bilsən ki o xəstəlik var, yaşamağa dəymir. Həmin gün ölmək olmalı. Kəziyyətdən canı kəsdir. Yani normal yaşamaq lazımdır. Ondan sonra bu virüsün sənin həyatında heç bir rolu olmur. Əsas psixoloji xəstəlik. Əsas psixoloji təsiri əlbəttə böyükdür psixoloji təsiri. Çünki cəmiyyətin buna o dərəcədə də baxışı eyni tərzdə deyil. Hərə bir cürə baxır bu xəstəliyə. Biri narkoman xəstəliyi kimi baxır. Biri nə bilim, ürəyinə cürə bəzə fikirlər gəlir. Yəni ki, spid termini artıq məlum olur ki, bu nəsə pis xəstəlikdir. Hayırçın. Evin qabağında, gəlsən gəl. Ha, gəl bura. Ha. Ha. Adicə bir lüboy bir xəstəlik. Biləndə ki, kimsə xəstədir, o xəstədən qaçırsan da. Burada nə var ki? Yəni, təbiidir. Amma bilməsən, sən onunla otura da bilərsən, dura da bilərsən. Hər bir yolda ola bilərsən. Bilmədiyin vaxtda. Bildiyin vaxtda yəqin ki, qaçarsan da bundan. Açıqlama olur ki də, pis baxarlar da sənə də, deyərlər ki, bu filan şeydir, bu narkomandır, nə bilim, bu nədir və buna görə açıqlanmır. Daha onu bilmirlər ki, bu hamıya düşən bir virüs ola bilər, adi diş həkimində, cərrahi stolunda. Yəni ki, bu öz kimdən yan keçməyə bilər bu virüs. Hamıyla bir yerdə ola bilər. Belə qorxulu bir xəstəliyə oxşayırdı. Ancaq mən elə başa düşmüşəm ki, o da quş qripi kimi yalan bir şeydir. Və bu günlərdə mənə belə bir təəssürat yaranır. Səndə skelet yoxdur. Mentalitemizə uyğun olaraq biraz da hərəkət eləmək lazım olur da. Bizim mentalitetimiz belə kimlə pis baxırlar da, qorxurlar, nə bilim, qorxurlar. Vallahi mən şəxsən deyim sizə, mən elə şey deyəmmərəm. Elə, məsələn, bir abur şey deyəmmərəm, utanarım. Şoför olsam da mən belə şeylər mən qəbul eləməmişəm deyən, illah caban vaxtıda vurana. Bəs ən yaxın
ailə üzvlərinizdən birində bu baş vermiş olsa, onun davranışınız necə olacaq? Qapını açacağım, yola salacağım, yaxşı sürət. Geçsin harada özünə, o qalanı tapıb onunla da yaşasın. Elə yaşamasa yaxşıdır. Onda dünya da rahat olar. Mən nə harmanım, həkim deyiləm, baxıcı deyiləm, alim deyiləm. Nə elə bilərəm, ölümdür onunla. Onun bir yerdə yaşamaq? Heç var. Mən həyatı sevirəm, yaşamaq istəyirəm. Mənim qardaşım olsa da yenə də ona nifrət eləyərəm. Çünki mən belə məsələn sağlam adam, belə də qardaşım olsa deyərəm sən belə o düzgün işləyilir. Ona mən yenə də qardaş demərəm. Bizim bir xəstələrdən, bu xəstə mənim tanışlarımdan birində hepatit C aşkar ediblər. Gəldi, yaxınlaşdı öz beləncə, sonra bacısı yaşayır. Bacısı onu götürüb evdən qoyuluyor. Qoyulub döndü, yəni mədəni surətdə çıxardıb ki, gəldi bacısı söhbət edir. Bacısı özü də xəstədir. Cürbəzə xəstəliklər var, şəkərdir, davlensi, nəmlə qədər. Ki, bəs keçər də birdən də. Deyirəm, ay bacı, bu keçmir axı eləncə. Bu cübər şortkası adlarını, 140 adlarını olandan sonra heç cürə keçə bilməz. Yəni, burada onun yoluxma, sadəcə o yaşasın da bu adam da. Mənim bir-iki paltalarını xulorla zadla, deyirəm, siz nə danışırsınız, nə xulor? Mən paltar istəyirsən geyin, istəyirsən onun paltarını geyin, istəyirsən o sana bu keçmə yolları yoxdur buna. Ağız-ağızla öpüşməklə, nə bileyim, belə öpüşməklə, belə buz ağlamaq deyilən, bu virusu yoluxmur axı. Buna qədər qorxmağa mənası yoxdur. Açığı desəm, şəxsən mənim üçün bir tarixçi olaraq AIDS Amerika kimi dövlətin uydurduğu və cəmaatı qorxu altına saxlamaq istədiyi bir virusdur. Amma əfsuslar olsun ki, bu mövcuddur. Yəni sabah Amerika istəsə Azərbaycana 3 dənə AIDS xəstəsini göndərə bilər və o bizim uşaqlarımızı xəstələndirə bilər. Yəni bu 2-ci Dünya müharibəsində olub. Qadınlar vasitəsilə çox işlər görülüb. Yəni əsas fitnə fəsadlar qadınlar vasitəsilə qurulub. Bu da onun bir ola bilsin neydirsə, yəni ki, lazım olmayan qadınları, yəni onlar naxoşlandırıb, lazım olan adamları naxoşlandıra bilərlər. Yəni başqa burada mən heç nə görmürəm. Yəni burada ikinci bir məsələ yoxdur. Lazım olan adamlar kimi nəzərdə tutursuz? İndi görmürsünüz dünyada nələr baş verir. Yəni biri Mametdir, biri Mametdir. Yəni ki, biri Əhməddir, biri Əhməddir. Arvadlar gedib o kanaldan su götürürlər, Allah'ın olsun. Yəni mən deyim, özüm Şuşalıyam. Heç bu zonalarda keçmiş vaxtı mən saxlamazdım maşını. Düz gedib Şuşada su içərdim. Yəni bu yoxlucu xəstəliyin əsas səbəbi hamısı bu vitamin sulardan əmələ gəlir. Mənim öz anam həkimdir. Hani birinci öz anama məsləhət edirəm, biraz olsun elə bir şey olsun. Hani o heç vaxt gizlətmərəm. Nə də özüm arxayınam ki, elə bir şey məndə ola bilməz. Onu deyə bilərəm ki, AIDS bir neçə yolla yoluxur, cinsi yolla yoluxur, qanla yoluxur. Mən bildiyim bunlar. Yəni ki, onu bilirəm. Bir də yəni ki, anadan uşağa keçir. Öz həyatı qorumasan. Belə adamlardan gen gəzəcəksən. Burada çox yerlərdə görürsən ki, yolun qırağında o qədər öğrenciləri var ki, stolaq olardı, o sayıq arasında görürsən, yığır olar orada. Tanış olar, dedim, nədə geçmiş olmuşuz buraya stolaq oları. O da belə yolun qırağı hamısı pozandır. Hamısında var onları xəstəlik. Onun bir dənə adam orada olamaz. Onun mütləq onun hamısında xəstəlik olmalıdır. Böyle adamlar ki, gezgən gəlirlər.
Və qoruyucu vasitələr var filan var. Bunlardan Ay, onlar o yoluna kim məşğulsa onlar istifadə eləsin də. Vallahi o kim yolundansa onlar istifadə eləsin. Yəni normal adama ehtiyac yoxdur. Əlbəttə ki, ehtiyat yoxdur. Yəni gənclərimiz pozğunluqla məşğul olur, yəni o yola qurşanırlar və ondan da xəstəlik yaranır. Beləncə bilirəm. Başqa keçid yollarını bilmirsən, başqa? Yox, var yəni. Yox, başqa yollarını bilmirəm. Mən o dərinlikdə bilmirəm axı. Ki o dişi çəkdirər, ya onun əli dəyər, nəsə düşər. O başqa xəstəlik ola bilər ki, nəfəsdən ola bilər, keçər. Amma sizin dediyiniz xəstəlik elə düz gəlmir axı. Mən elə bir şey eşitməmişəm. Mən elə bilirəm. İndi ola bilsin, başqa yolları da var. Onu mən bilmirəm. Bilməyə və sözü necə qoruyursunuz? Deyir Allahdan kərim, Allah razı olsun. Vallahi heç sən o adamlar xəstələnir ki, diqqətsiz olur. Yəni kimsə cinsi əlaqə vaxtı lazım şeylərdən istifadə eləmirlər və yaxud da ki, birinin başqasının istifadə elədiyi üz qırxan olsun, diş fırçası olsun istifadə edirlər və yaxud da ki, məsələn, istifadə olunmuş şprisdən istifadə edirlər. Yəni bu yollarla yox. Yox, yəni ki, Allahın işindən heç kim özünü qoruya bilməz. Amma Allah Taala can sağlığını verir ki, mən bunu verirəm sənə. Yaşa da özün üçün. Özün öz sağlamlığın qeydinə qal. Biz insanlar da ki, şükür Allaha, nə sağlamlıq bildik, nə qeydinə qaldıq. 2 günlük dünyada yaşayırıq. Gəlin gedək qonağım. Yox, sağ ol, Allah razı olsun. Çox sağ ol. Bir növ Allah balasıdır. İnsanlar üçün göndərib bu balanı. İnsanların da günahı burada onda. Yəni o çirkinçilikdən yaranan bir xəstəlikdir. Bəli, ona görə laqeyd baxılır və daşıb o çoxalır. Ona görə gərək vaxtında bunun qabağını tutasan. Olmur da indi olub belə bir xəstəlik. İndi nə edəsən? İş elə gətirib ki, mənim üçün məsələn bu yoluxma yollarının hamısından ola bilər. Mən dəqiq deyə bilmərəm necə yoluxmuşam. Yaxud cinsi yolla, yaxud narkotik vasitəsilə, imal vuranda da, ya da ki, nakolka var məndə bu. Nakolka vaxtı, türmə həyatımda olubsa da, bu dəqiq bilmirəm ki, hardan keçibdir, hardan gəlibdir. Şəxsiyyət kimi də sən özün nə dərəcədə hesab edirsən ki, sən ondan uzaqsan, yəni. Onu mən deyənmərəm. Papiyanka görsən ki, tutdu da. Elə bir yeri yeyib çıxarsan ki, qadındır, tanış oldun, getdin, tutdun. Raka tutulurlar, şəkərə tutulurlar. Şəxsən mən üçün şəkərə tutulmaq, iyincə tutulmaq kimi bir şeydir. Ömür boyu yine üstündə yaşayırsan. Məsələn, həkimə getmişəm mən, demişəm ki, həkimə ki, diş həkimdə. Məndə hepatit C var. Xəbərdarlıq eləmişəm də. Mən onu eləməyə bilərəm. Sağ olsun, onda həkim, məsələn, mənim dişimi havaya çəkib ki, mən xəbər verdiyimə görə. Amma eləsi olub ki, demişəm, məndən duayına qiymət alır. Belə üzdən sonra baxan həkimlər də var. Yəni, ilk bir başlarına rədd eləsinlər. Bakı şəhər 17 nömrəli xəstəxanasından, doğum evindən 14 dənə qan gəlib. Bax, bu kağızda o yazılıb. Mən də bütün nömrələrimə baxıram ki, hə, nömrələrin hamısı yerindədir, 14-dür, hamısı ziyardabı var. Sonra onu bura yazıram. Və başlayıram bura nömrələri yazmağa. Sonra götürüb qanı tökülür. İndi müsbət çıxanda hansısa şeydən müsbətsən tutan, burada müsbətdə yazıram. Arkada da yazıram ki, D3 müsbətli göstəricisi. Norma bu qədərdir, göstəricisi bu qədərdir. Özün şey eləməlidir, idarə eləməlidir. Adam vardı, gedir, nə bilim, özünü soxur, gəlir opsunu xarab. Ondan gərək uzaq olasan. Pis adamdan uzaq olasan, yaxşı adamdan yaxşı adam kimi etibar edəsən. Pis adamdan pis adam kimi. Sən maşınla geyirsən, sən istəyərsən ki, spesialna maşını vurasan, kamaza düşəsən ziyana, ya özün də xəsarət alasan. Ona da düşmək elə küllü miqdarda ziyana düşmək. Pulun varsa, deyir, pulu ver, canımı qurtar, yoxdur, getdin.
Gelib düşəcəksən həkimin əlinə, həkim də sənə oxuyacaq filan qədər qiymət. Batdın. Müalicəni də hər adam eləyə bilmir ki, onun gəlir gücü çatar, onu maliyyələşdirmək olar ki, o müalicəyə məsəl üçün olar. Pul olmadı, batdın da, öldün. Elə bir xəstəlik. İstəyir dəlləliyə getdi, istəyir hara getdi. Tələb edincə bu şeyi stilizavat eləsinlər. İnstrumenti də, istəyir diş çıxardı sana. Dəlləkdə qıxtırma birincisi dəlləkdə üzümü, özünü qıxtı. Mən özümü qıxtırmam dəlləkdə. Qıxtırmam da. Özüm özümü üzümü qırxmayım, ondan sonra məsəl üçün batıq yerlərə girim, şora girim, belə zibilli yerlərə girim. Xəstəlik məndən gəlir ancaq da düzdür. Mən xəstə olacam, gəlib iraq-iraq keçəcək məsəl üçün sənə, yoxsinə. Məndən, yəni insanın özündən asılıdır. Allahın nə günahı var? Heç bir günahı. Qurban olum Allah. Ondan beraber ikinci özüm qırxıram da özümün, bəlkə başqasına bir xəstəliyə keçəcəyim mənə. O demək deyil ki, məndə xəstəlik var, onda yoxdur. Onda elə bir xəstəlik var, o keçdi mənə, bəs onda necə olurlar? Gedirlər o xaricə, məsələn, pis pozğun işlərlə məşğul olurlar. Mən şəxsən, mənim 4 dənə uşağım var, hamısı biri universitet qutarıb, biri həkimdir, biri adın iqtisadiyyatını qutarıb, hamısı savadlı, ağıllı. Çünki ac olsan da gərək özünü təmiz aparasan. Bir loxma çörəyinə qəni olasan, tamakir olmayasan. O gedən, elə oralara gedən qadınlar hamısı pul ucbatından gedirlər. Sağ ol. Mən ümumiyyətlə həmişə fikirləşirəm ki, mütləq prezervativdən istifadə etmək lazımdır seksdən. Yəni ən yaxın olduğun insan olsa belə mütləq qorunmaq lazımdır. Ümumiyyətlə Azərbaycanda bu tema daha çox tərbiyəsizlik kimi anlaşılır və valideynlər hətta hər hansı bir filmdə bir real yer varsa, həmin momentdə uşaqları daha çox göstərməməyə çalışırlar. Yəni onlara otaqdan qovurlar və yaxud da yatsıdırmağa çalışırlar. Yəni və deyirlər ki, düşünürlər ki, onlar yaş ötdükcə bunu uşaq özü anlayacaq. Amma mən düşünürəm ki, müəyyən yaş həddindən sonra, tutaq ki, 15 yaşı insan yetkinlik dövründə valideynlər bu haqda danışmalıdır artıq oradan. Və yaxud da məsələn belə ola bilər də, ata oğulla, ana qızınla danışa bilər. Mən belə düşünürəm. Dağ kətlərində spidə yoluxan, spidi bilmirlər nə deyən şeydir. Spid gəldi, gəl, nə bilim, gəl sabundan gəldi, gəl, nə bilim, produktdan gəldi, gəl, qranislər açıldı, biz də yoluxduq ona, tak-tak o açılmalıydı o qranislər, hasenəcən bağlı qalmalıydı. Ələqəmiz çoxaldıqca onların başına çoxdan gələn işlər bizim başımıza gəldi. Biz xamı onlar oxutu var, orada bizi kimlər çoxdur. Orada da aşağı səviyyədə yaşayan adamlar çoxdur. Bax, tutaq ki, birdən eşitdiniz də nəysə, gedirsiniz analizə tamam başqa bir yeriniz ağrıyır, amma sizə deyirlər ki, sizdə spidin virusu tapılıb da. Siz onda nə edirsiniz? Mən həkimə müraciət edərəm, mən başqa nə edə bilərəm? Yoldaşınızı qorumağa çalışarsınız? Mənim heç yoldaşım evdən çölə çıxmır ki, nəyəsə onu qoruyamayacaq. Sizcə başqa cür onu qorumağa ehtiyac yoxdur? Hə, ehtiyac yox. Yəni ki, istənilən vaxt siz heç olmasa həftədə bir kəm qadınla görüşməlisiniz. Qadınlarınızı belə bir vəziyyətə qoyarıq ki, özünüz pis vəziyyətə düşərsiniz. Yəni başa düşün də, bunu mən belə başa düşürəm.
Niye çekiliyoruz? Biz cinayeti saymışız. O Allah'ın işte yani o belalardan, yani o xəstəliklərdən. Yəni Allah bizi uzaq eləsə, lap yaxşı olar. Bir də ki öz əməlimizlə o şeylərə qarşı. Təsadüfən nətər ola bilər ki, yolxarı? Təsadüfən olan şey deyil, yox. O elə bir şeydir ki, o təsadüf deyil. Yaqin ki, o yoldadır ki, o düşüb o xəstəliyə. O olmasa düşə bilməz axı həyat bu. Belə hava ilə gələn şey deyil o. Təsadüf orada təsadüf nəticə yoxdur. Bizim ağlımız varsa, savadımız varsa fikirləşəcək o şey təsadüf ola bilməz. Yaqin ki, bu hadisə olub ki, bu düşüb da. Olmasa düşə bilər, heç cür mümkündür. Öpəndə, yoxdur, məsələn, uşaq bu da dişləmək istəyir, qoymuyor məsələn. Dişləmək istəyəndə də ki, qoymuyor ki, dişləmək. Soruşmurlar niye? Yok, uşaqlar, deyəm olmaz, işləmə. Sonra başa sağlam ki, bəs olmaz da belə. Həyat yoldaşının özü həm fikir, eyni dərddə yaşamaq 100 dəfə şey olur, asan da olur. Sən məsələn, ailə həyatı qurasan və biləsən ki, sən xəstəsən, onun da yüzünə baxa bilməyəsən, onunla yoxdurasan, bu təbii şeydir. Qorucu vasitədən istifadə edib yaşayanlar da var. Bax, elə ailələr də var ki, qorucu vasitədən istifadə edib yaşayırlar. Daha bir neçə ailə tanıyıram ki, bilə ki, bu virusu daşıyıcısıdır, bu ərə gediblər. Mən elə qadınlar tanıyıram. Çoxları məsələn bilməyən ərə gedir və bu virusa yoluxur. İstəyirsən də həyat yoldaşı da bilmir ki, bu virus daşıyıcısıdır. Yəni belə şeylər olur. Mənim üçün yəni sual işarəsi var ki, yəni AIDS-dən tamamilə qurtulmaq olarmı, onu bilmirəm. Yəni əgər qurtulmaq olarsa, mən o adamla evlənərəm və evliliyimiz müddətində müalicə davam edəyəm. Qadın nə günahı var ki, bu evdə də kişi düşür, gətirir, qadını da salır xəstəliyi. O bir alından qabaq göstərirlərdi, bir dənə qız xeyladı. Deyir, 200 nəfərlə əmi olmuşam, deyir, hamısı xəstəliyə tutulub. O elə adam nə lazımdır ki? Bunu sadəcə bu virusdan qorunmaq hamının öz şəxsi problemidir. Heç kim məcbur eləmir məsələn. Yaxud da narkoman demir ki, gəlməmiş birisindən malı, yaxud da cinsi əlaqədə prezervativsiz kim eləyər ki? Bu insanın öz səhvləridir. Hansı ki, bu da gəlib belə fəsadlar yaradır. Mən özüm saxlayaram, məsələn, o saxlamır. Hani adam özünə nasıldır. Şeyə saxlayırsan, saxlamırsa da özünə gidir. O nə Allahdan gəlmədir, nə bəndədən. İnsan ağlı var, eləməsin. İnsan ağlı var, eləyir. Birinci axı yazılmayıb ki, bizim alnımızda ki, biz virüs daşıyıcısıyıq. Heç bir insanlardan seçilmir ki, deyək ki, seçilir, neysə. Azca insanlar kimi metroya da minirik, avtobusu da gedib gəlirik. Hər yanda oluruq. Bu xəstəliyə yoluxanlar sağalmır, onlara nəvaziş göstərmək lazımdır. Yəni, işte bunlar ruhdan düşməsinlər, yəni yaşamaq, yəni o düzdür, o yaşamaq çox da onlar üçün uzun müddət yaşaya bilmirlər Nusranı. Yəni onlara dayaq olmaq lazımdır ki, yəni müəyyən qədər qoy yaşasınlar öz ömürlərində. İndi hansıdır, onlara dayaq olmaq lazımdır. Xəstəyə baş çəkmək hamısının borcudur. Belə qonum qonşu, dost aşda, qohum qardaş, ondan baş çəkəndə o da davanda ruh verir. Ruhlandırır ki, yaşamaq üçün.
Heç vaxt yadımdan çıxmaz məsələn. Fevral ayında 8 yaşında bir kız dünyasını dəyişdi. 8 yaşında. O kız əvvəl valideynlərini itirmişdi. Nənəsinin, dədəsinin himayəsində yaşayırdı. Və bilirdilər ki, o uşaq virüs daşıyıcısıdır. Ona baxmadılar. Mənə fikir vermədilər ona. Uşağın yaşaması mümkün idi. Sadəcə öz valideynləri, öz qohumları da ona biganə yanaşdılar və uşaq dünyasını dəyişdi. Yaralara xeyirdir. Saat neçə göstərir? Sonra nasıl oldu? Öpüşmələr, varalar deyə. Cinsi əlaqə. Sonra nə deyim qarşılar? Cinsi əlaqə də olmamaq lazımdır. Düzdür. Xəstə uzaq gəlmək lazımdır. Xəstə qadınlardan uzaq olmaq lazımdır. Əgər bilsəz ki, kimsə dostlarımızdan biri yoluxub bu xəstəliyə, ona münasibətimiz necə olar? Biraz uzaqlı, aralı gəzərik. Hə, aralı gəzərik. Ondan nə bilsən, süt bilsən nədir? Süt bilmirlərdir, mən danışır. Yaralı gəzərik, onun suyunu içmərik, ondan uzaq gəzərik. İnsanlarda o qədər xəstəliklər olur ki, bu həmişə gedən bir təbii prosesdir, vaxta qədər aşkarlanmayıb ki. İndi elm texnika o qədər inkişaf edib, onu asan göstərir və ki, kontaktlar da o dərəcədə əvvəl kimi deyil də. Yəni, biraz əvvəllər bəlkə də iğnə olmayıb, işbirisi olmayıb. Yəni, indi hal-hazırda bütün dünyanın qranisiyaları açıqdır, bütün insanlar dəyib bir-birinə, hələ ondan başlayıbdır bunlar. Yəni ki, ötürürlər də gözə görünmən bir virüsdür, onda sərhədli yox, bir şey yox, har oldu gedir. Bizim şeker xəstəliyi tutulmuşam. Böyle 7-8 ildir. Dermanlar bir gün bu kıymet alırsan sabah hoca dubaylı kıymettir. Hekime gidersen hekim yazır dermanı alabilirsen. Çarpmır, pesiler adamım. 25-20 pul alıram. Onda 2 tane hekim derman alsam misal için bize kurtardı. Yemeğime çarpmır. Elimiz, ayağımız pastayanın suyun içinde vallahi. Yani bunun soğuğu var, ısısı var. Bu zulümlü işte həqiqətən. Kenardan bakan dirə balık satırsan milyonu. Allah'ım gelen gelir var ha. Belki istava dərmana sat. Bir maşınım vardı, taksi dururdum. Böyle dolanışık yoktu daha doğrusu. Ve sonra gördüm mümkün değildi. İş yoktu, Sumqayıtda iş yoktu. Ve sonra fikirləşdi, kardeşim burada olurdu. Ve geldim onun yanına. Maşını da sattım, 5-10 heyvan ora-bura, elə yavaş yavaş arttım. Yani işləsən, yaşamaq olar. Ümumiyyətlə, siz bu problemləri həqiqətən də öyrənmək istəyirsiniz, mən günortadan sonra burada oluram. Mən ətraflı, başa düşdüyüm kimi deyə bilərəm. Bu virüs necədir? Gəlin edirəm, mən Rusiya televiziyasına baxmasaydım, bunu bilməzdim. 3 nəfər, 4 nəfər qalmışdı ki, mənə ev versinlər. 4 manat. İstəyiri dağıldı. Götür, götür 3 manata. Sən zadını alveri də yüksəyirsən ha, ora qatırsan spidə filana. Nə oldu? 20 köpüğün birini de kesti. Bu da senin spidin. Ben istemezdim bu kimin sanırsın lazıklı gelsin ya.
Hərbala. Başım bu öyle bir şey değil ki. Bundan da dəhşət hastalık. Bununla ömrünün axırına kimi qocağına qədər yaşamaq olur. Bu virusla. Qocağına qədər yaşamaq olur. Thank you.